Həzrət Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurur: Dörd şey yalnız dörd şey üçün yaradılır, başqası üçün yox. Birincisi, mal dövlət yığıb saxlamaq üçün deyil, infaq, ehsan eləmək üçün yaradılır. İkincisi, elm yersiz mübahisə eləmək üçün deyil, əməl etmək üçün yaradılır. Üçüncüsü, bəndə ömrünü və gününü xoş keçirmək üçün deyil, ibadət etmək üçün yaradılır. Dördüncüsü, dünya imarət üçün deyil, ibrət almaq üçün yaradılır.